Həyat bizi daim sınaqlarla qarşılaşdırır. Sevinclər, kədərlər, qorxular və ümidlər. Bütün bunlar insan psixologiyasının ayrılmaz hissəsidir. Biz özümüzü necə tanıyırıq? Stres və travmalarla necə mübarizə aparırıq? Bugün yaşananlarda həyatın çətinlikləri və psixoloji rifahımız haqqında danışacağıq. Qonağımız isə yüzlərlə insana ümid və rahatlıq bəxş eləyən, öz işinə dərin sevgi ilə yanaşan tanınmış psixoloq Narınc Rüstəmovadır. Salam Narınc xanım, xoş gördük sizi. Günümüzdə demək olar ki, hər birimizin ehtiyacı olan bir peşə sahibi bugün bizim qonağımızdır. Psixoloq Narınc Rüstəmova. Sizi bu sahəyə nə gətirdi? Necə oldu ki, psixologiyanı seçdiniz? Çox sağ olun gözəl dəvətiniz üçün birinci Günay xanım. Doğrudan da zövqlü bir veriliş keçəcəyinə, faydalı bir veriliş keçəcəyinə əminəm. Bu sahəni sevirəm. Mən düşünürəm insanlar peşələri üçün doğulmalıdırlar və kiçik yaşlarından belə artıq o insanların xarakterindən bəlli olur ki, bu insan belə deyə müəllim ola biləcək, yaxşı başa salması, nə bilim dərs keçməsi, hətta oturub gəlinciklərinə belə dərs keçən uşaqlar vardır ki, inanın irəlidə onlar yaxşı müəllim ola bilərlər və ya digər sektorlarda. Psixoloq da əslində düşünürəm uşaq vaxtından, məsələn mən özüm el aləmin o qayğısına qalan problemlərini həll edən, hətta qohum uşaqlarına belə baxım edən, məsələn uşaqları xüsusən çox sevirəm. Hansısa bir qohumumuz bir yerə qonaq gəzməyə gedərsə, övladlarına mən baxardım. Hətta aramızda 2-3 yaş fərqi olsa belə, onları mən böyük bir ana kimi münasibət göstərib bəsləyə bilirdim. Yəni kiçik yaşlardan çox böyük marağım var idi ki, insanları kömək etməkdən içimdə bir huzur ortaya çıxır. Çox xoşbəxt oluram ki, o insanda bir nəsə əldə eləyəndə, yaxşı olduğunu görəndə, faydalı olduğunu bir işlə məşğul olanda. Ona görə bu sahə sevdiyim bir sahə idi. Düzdür, bizim zamanımızda çox da populyar bir sahə deyildi. Yəni mən uzun illər öncəni deyirəm və hətta valideynlərim də belə qıza həkimlik yaraşar, qıza müəllimlik yaraşar. Yəni bu sahələr ilə insanların dərdləri ilə əziyyət çəkəcəksən və ya ruh xəstələrlə işləyəcəksən. Çünki insanlar o zamanlar psixiatrdan psixoloqun fərqini bilmirdilər. Fikirləşdilər, bəli, amma öncələri inanın daha çox idi və bu şəkildə bir valideynlərimin kənarda müdaxiləsi var idi, amma təbii sözümdən dönmədim. Çox sevdiyim bir sahədir. Onun üçün də sonuna qədər getdim və heç peşman deyiləm. Çünki hər səhər sevgi ilə, huzurla oyanıram, işə tələsirəm və axşam da sevinclə qaçıram ki, gedim ailəmin, sevdiklərimin yanına. Yəni insan bu iki şey həyatında varsa, səhər sevgi ilə işə gəlib, axşam da sevgi ilə ailəsinin yanına qayıdırsa, demək ki, o insan xoşbəxtdir. Ona görə mən də özümü çox xoşbəxt hiss edirəm ki, sevdiyim bir peşə ilə məşğulam və əksinə mən həmişə anama da müzakirələrdə deyirəm, o özü müəllimədir. Deyirəm ki, bax sən eyni dərsi hər dəfə illərlə eyni dərsləri uşaqlara keçirsən. Mənim isə həyatımda bir günüm o biri günümdən eyni deyil. Hər gələn insanın öz travmalarımı desəm, öz yükümü desəm, özünə məxsusdur. Sənin həyat hekayənlə digərinin həyat hekayələri heç oxşamır bir-birinə və hər gün mən yeni bir mənbə eyni ola bilər, problemin kökü eyni qaynaqlana bilir, amma görüntü fərqlidir. Tortlar eynidir, amma çəriyi fərqlidir. Elə düşünün, insan həyatı da elədir. Onun üçün də əksinə heç vaxt işimdən yorulmuram və hər bir gələn pasiyent mənə güvənib qapıdan girə, ümid olan pasiyentə də özüm kimi görürəm və özümə rəva bilmədiyimi öz ailəmdə və ya öz övladlarımda rəva bilmədiyim öz həyatımda kiməsə də arzulamaram, istəmərəm və bacardıqca çalışıram insanlara kömək eləyim. Düşünürəm bu qədər ildə bir şeylər eləyə bilmişəm həyatda. Çox sağ olun ki, siz də bax bugün dəvət eləyirsiniz, mənimlə bunu paylaşdınız. Bu təbii ki, mənim də uğurumdur. İşinizi nə qədər çox sevsəniz də, yəni çətin işdir psixoloq olmaq. Hamının problemlərini dinləyirsiniz. Bəs siz özünüzü necə motivasiya eləyirsiniz? Yəni o problemləri dinlədikcə insan ağırlaşır, istər-istəməz yüklənir. Bunlardan necə qurtulursunuz?
Ən gözəl qurtuluş yolu mən tövsiyə edərdim insanın istirahət etməsidir. Yəni gün ərzində biz içimizə yığdığımızı o otaqda qoyub çıxmağı və evimizə gəlməyi bacarmalı. Bu bütün sahələrə aiddir. İşdə nə qədər çətinliklər olsa da, çox yorulsaq da, bunun əziyyətini mənim həyat yoldaşım və ya övladlarım çəkməməlidir. Mən əsəbi gəlib evdə onlarla dalaşmamalıyam və ya sərt davranmamalıyam. Mən həmişə bu məntiqdəyəm və qapıdan çıxanda da o problemi orada qoya bilirəm. Bunun emosional yanma deyirik, bəzən çox populyar tükənmişlik sindromu deyilir. İnsan tükənə bilir və bu tükənmənin qarşısını almaq üçün ən gözəl motivasiya mənim üçün məsələn kitab oxumaqdır. Məsələn mən kitab oxuyanda, yeni bir informasiya alanda sanki həyata baxışımı biraz da dəyişdikcə rahatlanıram, yüngülləşirəm. İnsan bir problemə fokuslananda onun enerjisi yeyilir. Yəni davamlı beyninin bir küncü sanki oradakı problemi davamlı. Çünki mən təkcə psixoloq kimi fəaliyyət göstərmirəm, həm də böyük bir komanda ilə çalışıram. Bizdə böyük bir mərkəzlərdir, rəhbərlikdə işim var. Ona görə də həm rəhbər kimi də qayğılarım çox ola bilir. Bəli, onlara çox şeylər, titullar çoxdur, statuslar çoxdur. Amma həqiqətən də işdə təkcə bir pasientləri qəbul edib axşam qapını bağlayıb evə gəlmək ayrı və davamlı mərkəzlərin qayğısını çəkmək ayrı. Yəni bunların qarşısını almaq üçün ən çox sevdiyim şey bir uşaqlarla zaman keçirməkdir bərabərində. Bu məni rahatlandırır. Onların həyatdan xəbəri olmadan o saf enerjiləri var, saf sevgiləri, həyata baxışları. Onların sanki o Alisiya xəriqələr dünyasında özümü hiss edirəm. Onların bir dünyasına girirəm. Ona görə uşaqlarla işləməyi çox sevirəm. Onların sanki dünyasına daxil olanda öz bütün çətinliklərimi unuduram, arxada qoyuram. Bir də ikinci, məsələn, biz çox sevirik, evimizdə kitabxanamız da var. Elnur müəllimlə kitab yarışları eləyirik. Məsələn, mən sevdiyim bir hissələri cızma-qara eləyirəm, onunla paylaşıram, o oxuduğu kitabı və eyni anda biz bir ayda, məsələn, ikimiz də elə bir kitab yox, 2 kitab qutarıq. Mən həm onun kitabından da məlumatım olur, oxumuş oluram. Sonra bu şəkildə, çünki bizim oxuduğumuz maraq dairələrimiz fərqlidir. Mən daha çox öz sahəmdə, məsələn, daha çox elmi kitablar oxuyuram. Yox, mən elmi kitabları sevirəm. Elnur mənim şəxsincə o, çünki sosial psixoloq olduğu üçün daha çox fəlsəfə və sosiologiyadan çox maraqlanır və daha çox şəxsi inkişaf kitabları oxuyur. Məsələn, mən isə daha çox elmi kitablar, tibbi kitablar oxuyuram. Məsələn, maraqlarımız fərqli olsa da ortaqdır, fon eynidir və ona görə də müzakirələr rahat olur. O da mənim kitabımdan xəbərdar olur və bununla yorğunluğumuz çıxır. Yəni yeni şey də insan öyrənəndə tükənmir. Onun üçün bacardıqca kimsə ola bilər onu kino baxaraq, yəni şərt deyil hər kəs informasiyanı kitabdan alsın. Mən günümüzdə bu gün ekrandan çox gözəl informasiya əldə edə bilən gənclər də var. Audio kitablar da var, hansısa bir kinolar da var. Yəni məlumat almaq istəyən üçün kifayət qədər mənbələr var ki, o məlumatı oxusun. Çünki biz kitabla, vərəqlə böyümüş, o kitabın qoxusunu almış gənclər dövründə yaşamışıq. Amma bunu indiki gənclərdən istəyə bilmirik. Çünki onlar o məlumatları çox qısasını kompüterdən, internetdən, nə bilim müəyyən şəbəkələrdən əldə edirlər. Onun üçün əsas mənim üçün mənbənin hardan alınması deyil, hansı formada alınması deyil, mənbənin doğru alınmasıdır. Əgər bu uşaq bu kitab haqqında məlumatlıdırsa və ya bu yazarı tanıyırsa, bu yazarın yazdığı əsər haqqında məlumatlıdırsa, yəni istər onun kinosuna baxsın, istər onun kitabını oxusun, audio qulaq assın və ya qısa xülasə, məsələn, indi blogerlər var, kitabı oxuyurlar və sonra insanlara qısa xülasə edirlər. Bir kitabı mən 15 gün oxuyaramsa, o 45 dəqiqə ərzində mənim kitabın əsas hissələrini şərh eləyir. Bəlkə elə insan var, qulaq yaddaşı ilə öyrənir. Yəni şərt deyil kitab oxusun. Məsələn, o məlumatları, əsas nöqtələri almaq istəyir. Yəni bunları bu şəkildə maraqdır. Marağın əldə olunması da forma dəyişə bilir, il-ildən dəyişir. Nəsillər dəyişdikcə dəyişir və mən düşünürəm irəlidə uşaqlar necə məlumat alacaqlar. Bəlkə də o dövrü görəcəm yoxsa yox, amma davamlı şəkildə məsələn kitabxanamızda ən çox deyim ki, biz vaxt keçiririk yoldaşımla. Məsələn, uşaqların kitabları daha çox audio görürəm mən. Çox rahat məlumatları oradan alırlar. Kitabı deyir, baxanda oxuyanda yuxumuz gəlir. Qulaq asanda isə heç yuxumuz gəlmir. Hər insanın öyrənmə stili fərqlidir, amma o da o kitabı oxuyur və biz
müzakirələrimizə qoşulur. Onun üçün də biraz gəncləri düşünürəm anlayış göstərməli və necə ana-atamız bizi öz dövrünə müqayisə eləyirdi. Bizim dövrümüzdə bu qədər seçim yox idi, bu qədər geyim yox idi. Biz bir alverçi var idi, ondan geyinirdik deyirdilər. Biz indi onlara gülürdük ki, biz bunu rahatlıqla indi ölkəmizdə mağazalar var, gedib ala bilirik. Onlayn sifariş edir dünyanın dörd bir yanına. Yəni sivilizasiya dəyişdiyi üçün necə ana-atalarımıza kinayə ilə gülürdüksə, mən istəmərəm ki, mənim övladım da indi mənə gülsün ki, ana sən dövrün keçib, sən indi kitab istəyirsən, kitabı indi bir barmağıma hansısa bir nöqtə ilə klik eləyib o məlumatları mən ala bilirəm. Onun üçün də mən o yeni nəslə ayaq uydurmağa sevən insana, mən onlardan çox şey öyrəndim evdə uşaqlarımdan. Ümumiyyətlə müqayisə etmək düzgündür Münanıç xanım. Şəxsən mən də bir ana olaraq mən də tez-tez müqayisə eləyirəm. Yəni bizdə belə idi, amma siz belə eləyirsiniz. Yəni bunu etmək düzgündürmü? Ümumiyyətlə insanın təbiəti budur. İnsana tanış gələn hadisələri həmişə yaşamağı çox sevir. Məsələn, anan özü ilə müqayisə edibsə səni, o duyğu artıq sənə tanışdır və bilmədən də biz anamıza oxşamağa başlayırıq. Bilmədən də müəyyən bir zamandan sonra atamıza uşaq vaxtı qınadığımız şeyləri bir zaman gözümüzü açırıq ki, mən də atama çevrilmişəm ki, atam evə gələndə necə əsəbi olursa, indi mən də artıq uşaqlara qarşı elə əsəbiyəm. Çünki bu duyğular bizə tanışdır. Biz çünki bunları öncədən yaşamışıq. Çətinlik yeni duyğuları yaşamaqda, kəşf etməkdir. Onun üçün də təbii bunu etmək biz mükəmməl deyilik, mükəmməl ola bilmərik. Amma bu duyğunu yaşayanda artıq fərqinə varmalı. Biz ona deyirik fərqindəlik. Bir insan özünə fərqi, mən anama bənzəyirəm. Anama da qınadığım xüsusiyyətdir. Anam məni davamlı köhnə dövrlə müqayisə edirdi. Mən indi öz uşaqlarıma bunu edirəm. Və bunun fərqinə varsaq, amma bunlara bir dur deyə bilərik. Bizdən sonrakı nəslə keçməyəcəyinin qarşısını ala bilərik və müqayisə etmək doğru deyil. Çünki hər şey dəyişib, hər şey. İnsanlar əvvəllər heç 10 dəqiqəlik videoya belə baxmaq istəmir. 1 dəqiqədə istəyir ki, bütün informasiyanı alsınlar baxdığı videoda. İlk 10 saniyəsinə baxır. Maraqlıdırsa davam edəcək, maraqlı deyilsə keçəcək digər videoya. Məsələn, adi bir şey. Yəni gənclər günümüzdə artıq hər şey çox sürətlidir. 24 saat belə yetmir. Mən deyirəm bunu bir günü dəyişdirək, 28 saat elə. Öncədən gün getməzdi. Bu artıq 24 saat deyil, 16 saat. Bəli, çünki o qədər həyatımızda informasiya var ki, gün yetmir, saat yetmir onları həll etməyə. Onun üçün düşünürəm ki, əgər hansı insanlar ki, bizim yaşda olan orta nəsil bu dövrü adapta ola biləcəklər, yəni nəzəri olaraq və Darvinizm nəzəriyyəsi güclülər qalacaq, zəiflər ələnəcək. Hansılar ki, orta nəsil, gənc nəslə ayaq uydura bilmirsə, onlar qalacaq arxada və çox geridə və bu da irəlidə başqa problemlərlə üzləşəcək. Güclülər, ayaq uyduranlar keçəcək o nəsillə bir yerdə addımlayacaq və bu çox təbiidir. Nəsillər arasında fərqin olması əslində anlayış göstərməli və fiqur fərqli ola bilər, fon əsas eyni olsun. Yəni mən bir armudu stəkanda da su içə bilərəm, bir su stəkanında da içə bilərəm. Yəni əsas su olsun. Suyum yaxşıdırsa hansı stəkanda içməyə, hansı formada qabda içməyim önəmlidir. Mən bu kitabdan məlumat alıram. Bu yazarı tanıyırsa mənim övladım, istər onun videosuna baxsın, istər nə kinosuna baxsın, bayaq dediyim kimi nə olur olsun anlayış göstərməliyik. Çünki biz onların yaşında və onların dövründə deyilik. Kəşke olaydı. İndi 3 yaşında uşaqların əlinə telefon verirsən, bizim bilmədiyimiz funksiyaları telefonda tapır, çıxır. Dil bilmədən girir, özünə hansı cizgi film seçir, baxır. Yəni beyinlər intellektual şkalalarda da dəyişib. Testlərdə, zəka testlərində intellekt artıq kifayət qədər fərqlənir əvvəlki 10-15 ildə. Onun üçün də düşünürəm ki, ayaq uydurmağa çalışmalıyıq. Dağın zirvəsində yox, dağın ətəyində də xoşbəxt olmaq olar. Övladının potensialını bilərək arzulamalıdır. Bir var mənim arzum da övladım cərrah olsun, bir də var ki, mənim övladım həkim olsun, gedər daha başqa bir terapevt olar, şərt 4 cərrah olsun. Yəni mənim uşaqla ortaq maraq, yəni peşə seçimini başda abituriyentdə bir yerdə etmək lazımdır. Bəzi abituriyentlər var, gəlir, heç bir hədəfi yoxdur. Deyirəm, balam hara nə olmaq istəyirsən? Məsələn, ilk düz sual. Deyir, balım hara çatsa, indi düşünürəm, nə bilim, o olaram, bu balı toplasam, bu bir peşəyə verərəm. Ya bala uyğun peşə seçmək, demək ki, bu insanın hədəfi yoxdur.
yoxdur. Hədəf olmayan bir şeydə insan çalışarmı? İnsan birinci hədəf olmalıdır və o hədəfə yönəliş addımlar olmalıdır. Mən bu olmalıyam. Birinci hədəfin olmamağı valideynlərin özünün də nə istədiyini bilməməkdir. Çünki valideyn deyir, mənim uşağım həkim olsun, uşaq deyir ki, yox, həkim olmayım, biologiya müəllimi də olaram. Yəni ortaq məxrəcə gələnmir. Valideyn birinci bilməlidir, mənim övladımın potensialı nədir? Mənim uşağım hansı fənlərə doğru yönələ bilir? Hansı dərslərdən uğur qazana bilər? Yəni mən övladımın yorğanıma görə ayağımı uzatmalıyam. Birinci bunu belirləməlidir və buna uyğun olaraq, məsələn, peşə seçimi ilə bağlı xüsusi psixoloqlarda, yəni normal işləyən bir psixoloqda peşə seçimi ilə bağlı xüsusi testlər var. Bununla bağlı xüsusi terapiyalar var ki, birinci olaraq, çünki hər bir abituriyent bu yola çıxanda birinci hədəfini oluşturması lazımdır. Yəni mən nə olmaq istəyirəm, hara çatacam və bunun üçün nələrdir? Mən düşünüm bir çörək qoyuram qabağıma və deyirəm ki, mən bu çörəyi yeməliyəm. Çörəyi birdən-birə uda bilmərəm ki, mən onu birinci tikələrə bölürəm, hissələri doğrayıram, sonra ağzımda neynirəm, parçalara çeynəyirəm. Yəni böyük hədəflər kiçik hədəflərdən oluşur. Yəni tərkib odur. Mən birinci bir böyük hədəfimi qoymalıyam və 1 il, 2 il ərzində mən bunlara necə gedib çata bilərəm, necə yatsam daha keyfiyyətli olar. Bircə sözlə, məsələn, abituriyent imtahana girəndə özünə nə desin? Bax, özünü necə motivasiya eləsin? Abituriyent imtahana girərkən birinci yaxşı yuxu yatsın və qapıdan içəri girəndə anasını, atasını, qardaşını, ətrafında ondan mədət uman, onu səbirsizlə gözləyənlərə hamısını qapının o tayında qoysun və düşünsün ki, mən bu həyat mənimdir, nə etsəm də özüm edəcəm. Yaxşı da olsa mənimdir, pis də olsa mənimdir. Bu məsuliyyəti özü dərk etməlidir. Təhsillə bağlı valideynlərlə uşaqlar arasında tez-tez ailədə gərginlik yaşanır və bu hətta artıq valideynlərə də keçir. Valideynlər arasında da artıq problemlər olur. Bəzən hətta o qədər bu problemlər böyüyür ki, ailədə boşanmalara da səbəb olur. Bu hallarda nə etməliyik? Necə davranmalıyıq? Necə qarşısını almalıyıq? Ataların bir gözəl sözü var, deyir, uşaq evin aynasıdır. Əksinə uşağa görə ər-arvad münasibətləri pozulmur. Ər-arvad münasibətləri pozulan ailələr, onlar uşaqlara sirayət edir. Ananı bugün ata ilə problemi varsa, ana həmin gün ərzində uşaqların bütün pis xüsusiyyətlərini qabardacaq, gözünə hər şey pis görünəcək, aqressiv olacaq, lazım hətta fiziki, psixi şiddət göstərəcək. Yəni xoşbəxt ana, xoşbəxt övlada bərabərdir. Əgər bir qadın xoşbəxt deyilsə, o heç kimi xoşbəxt edə bilməz. Çünki qadın təbiəti doğurqandır. Yəni çoxalma xüsusiyyəti vardır. Qadın təbiətində Allahın verdiyi bu paydır. Qadın övladı dünyaya gətirdiyi kimi içindəki sevgini də çoxalda bilmə xüsusiyyəti var, nifrəti də. Qadına biraz belə deyək də aqressiya göstər, onda o böyüyəcək. Çünki bədəni onun çoxaltmağa meyllidir. Məsələn, kişidə elə deyil. Kişilərdə nə verirsən odur. Onu artırmır. Qadınlar isə artırır. Ona görə qadına gələ yaxşı şey verəsən ki, o bir balaca alov ver, o onu məşəl eləsin. Bir kibrit ucunda. Bir pislik elə, o da onun üçün böyüyəcək. Ona görə qadın varlığı biraz fərqlidir. Ona görə bacardıqca ailə münasibətlərində, yəni uşaq gəlirsə bu problemlə, biz həmişə ailə psixoeğitimi dediyimiz ailəni də seansları alırıq və uşağa necə davranacağını, özünün nələr səhvlər olduğunu onlara yön veririk valideynlərə. Yəni valideyn dəyişsə, övladı da dəyişməyə başlayır. Hansı valideyn ki, dəyişmə açıq deyil. Məsələn, uşağa deyirik, ya anaya deyirik, bunu etmən lazımdır, ataya da bu eləməzdir, etmirlər. Ya da edə bilmirlər. Şəraiti, məsələn, deyir, evdə nənə var, müdaxilə edə bilmirəm, nənə baba yanındadır, yaşlı adamdırlar, çox əsəbləşirlər, mən uşağa cəza verə bilmirəm, yox deyə bilmirəm, misal üçün. Mən deyirəm, nənə yoxdur, hə deyir. Və belə bu şəkildə qarşı situasiyalarda uşaqların da psixikasında öz izini göstərir. Onun üçün bir uşaq gəlirsə, biz problemi hər zaman birincili ailədə axtarırıq. Xüsusən də 7 yaşa qədər uşağa birinci ailə təsir edir. 7 yaşdan sonra sosial həyatı başlayır deyən məktəb, müəllimlər, digər artıq ətrafda qonşular, o çevrə təsir edir. Amma təməl hər birimiz yetişdiyimiz, böyüdüyümüz evin xüsusiyyətlərini, travmalarını, o evdə yaşanılanları bir ömür 40, 50, 60 yaşına qədər aparırıq.
və insanın ruhu yaşlanmır. Bu gün 70 yaşında bir adamda danışdır, o 5 yaşında xatirələrin elə sənə danışacaq, sanki bu dəqiqə yaşayır, gözləri ilə parıldayacaq. Çünki insan zehnində zaman anlayışı yoxdur. Sən bu dəqiqə gözlərini yumub 10 yaşındakı ananın mətbəxdə yemək bişirmə anına qayıda bilərsən. Onun üçün amma cavanlıq elədir. Bu dəri qocalırsa ona çox bir şey edə bilmərsən. Nə qədər əməliyyat olsa belə heç vaxt tam təbiisi alınmayacaqdır. Amma ruh elə deyil. Ruhda zaman anlamı yoxdur. Onun üçün də ruhumuza zədələr verməmək üçün övladlarımızın birinci ər-arvad arasındakı münasibət, kişi-qadın arasında münasibət sağlam olmalıdır. Və biz bir insanla yola çıxanda yaxşı məşuq olduğuna görə, yaxşı həmsöhbət olduğuna görə, yaxşı dost olduğuna görə seçməməliyik, sual verməliyik. Bu insan mənim üçün yaxşıdır, mənə yaxşı dostdur, mənə yaxşı belə deyək də insandır mənim üçün. Yaxşı ata ola biləcəkmi? Hər adam yaxşı ata ola bilməz. Hər adam yaxşı ana ola bilməz. Elə bir qadındır səni o qədər gözəl dostluğu tutur ki, amma ana kimi ana deyil. Ana kimi övladından xəbəri yoxdur ya da övladın qayğısını çəkə biləcək xarakterdə deyil. Sənin dostundur, yesin, içsin, gəzsin, yanında olsun, səninlə paylaşsın, amma evinə, məsələn, övladına zaman ayıra biləcək deyil. O yetişkənlikdə deyil. Yəni insanlar birinci insan özünə sual verməlidir və evdəki münasibətlərinə baxmalıdır. Əgər məsələn bir xanım evdə öz ev işləri görürsə, anasının evində dəstək olursa, evinin məsuliyyətlərini bölüşdürə bilirsə, paylana bilirsə, o inanın gələcəkdə yaxşı ana olacaq. Bir kişi evinin işıq pulunu ödəyə bilmirsə, 25 yaşında bir kişi evə gəlib 5 köpük pul gətirmirsə və ya hansısa ailə qayğılarını üstlənmirsə, dəstək olmursa, düşünün ki, bu adam sənə necə atalıq, ərlik edə biləcək. Yəni bir insan, dədə-babalar vaxtı ilə psixoloq idi, inanın. İndi psixoloqlar, ağsaqqallarımız, ağbircəklərimiz bəli. məsləhətlər verirlər. İndi psixoloqlar var, amma əvvəllər qədər bunu nənə-babalarımız çox gözəl eləyirdi. Deyirdi ki, anaya bax, qızını al. Məsələn, boşuna deyildi ki, yəni biz baxmalıyıq ki, bir insan öz ailəsinə dəyər verirsə, mən o vaxt yoldaşıma deyirəm, necə məsələn məni tanıdın və ya düşündün ki, çünki yoldaşım gec yaşda evlənib və biz ailə həyatı quranda mənim qaynanam çox təəccübləndi ki, Elnur müəllim evlənmə qərarı verib və dedim necə oldu ki, səni belə də məni çox biz 2 ay tanış olmuşuq və evlənmə qərarı almışıq. Əslində çox qısa sürə olub bizim tanışdığımız. Dedim necə oldu ki, düşündün ki, mən sənin o həyatındakı insanam. Hə, bəli. Soruşdum. Məsələn, o sualı verənə deyir, mən baxdım sənin ailənə münasibətinə. Sən o qədər evcanlı, o qədər qayğıkeş. Məsələn, mən gəlirdim, hətta biz işləyən vaxtlar mən xüsusi kökələr bişirirdim. İşdə hər kəsə verirdim çayla içməyə. Həmişə hamının qayğısına qalmışım. Kiçik yaşından deyirəm qohumlarıma, uşaqlarına baxırdım. Deyim bir anacılıq var idi həmişə. Deyir məsələn bu xüsusiyyətini çox xoşlayırdım ki, sən yaxşı ana ola bilərsən. Yaxşı hamının qayğısına. Kimin çətinliyi olurdu, sən onun üçün qaçırdın onun dərdini. Bu mənim məsələn çox xoşuma gəldi. Məsələn bir kişi də baxmamız lazımdır ki, məsələn mən yoldaşımı həmişə görərdim. Hər səhər ana atası ilə telefondan danışır. Onların ailəsi Cənub zonadan da Astaradan buradan ora salam olsun. Hər gün yığar səhər ata anası ilə işdə danışardı. Otağında Elnur müəllimin yarım saat ailə saatı idi. Biz o saatda onun otağına girməzdik ki, atası ilə danışır, şərtlə danışırlar. Yəni mən nə görürdüm? Bu adam hər gün ailəsinə diqqət göstərir, hal-əhval tutur, ailəsinə qayğı göstərir. Mən fikirləşirəm bu sabah mənə də o qayğımı çəkəcək. Mənim də hər səhər üzümə xoş baxacaq, övladlarıma diqqət göstərəcək. Həqiqətən bir insanı təkcə özün üçün egoistlik tanımamaq. Hə bu məni gəzdirir, mənə bahalı hədiyyələr alır və ya bunu belə eləyir. Hə bu mənə yaxşı ər olacaq deyə düşünməməliyik qadınlarımız. Biz onu köpüyüdür. Bəli, titul. Bugün var, sabah yoxdur. Onun üçün də valideyn biz düşünməliyik ki, toya qədərki periodu yox, toydan sonra bizi nə gözləyir? Mənim sabah övladım olsa bu vaxtında evə gələcəyimi, uşağını aparıb gəzdirəcəyimi, yatmayan vaxtı bir yarım saat götürüb qucağında yellədəcəyimi, mənə dəstək olacaqmı? Çünki həyat müştərəkdir. Günümüzdə o artıq dövr gedib uşağı atan yanında oynatmaz nəsli var idi. Biz heç ailəmiz atam qucağında oynatdığı vaxtı xatırlamaram. İndi artıq gənclər öz övladlarını öpürlər ana atasının yanında. Zaman keçdikcə birazdan kişilər də müəyyən ev işlərində kömək eləməlidirlər. Bacardığı qədər. Yəni bu yükləri bölünməsi və bu ailə tamlığı olduğu zaman uşaq da yetişir. Bax inanın, yoldaşım hansı bayramlara evdə təmtəraqlı qeyd edirsə mənə, uşaqlarım da o bayramlara böyük həvəs duyur. Çünki bilirlər ki, o gün biz ata üçün dəyərlidir. Eyni şeyi də
Məsələn, mənim də artıq oğlum yeniyetmədə öz sevdiyi qıza edir. Görürəm ki, onun üçün bunu eyni atasına oxşar hərəkətləri edir. Görürəm ki, artıq onu təqlid edir. Çünki uşaq onu görür. Pis şey görsəydi heç ata bir anıya, məsələn, mənim yoldaşım istədiyi vaxt mənə gül alıb gətirə bilər. Heç vaxt bayram gününə xüsusi nəsə etməz, ayrı gül. Məsələn, mənim oğlum da bir də görəm məktub yazıb gətirib verər mənə. Balacam bir də görəm ürəkdən nə deyirəm, bu gün nə günüdür? Deyirəm, amma ana nə gün ola bilər ki? Bu gün ürəyimdən keçdi, səni fikirləşdim, hazırladım. Uşaqlar gördüklərini model alırlar. Onun üçün də biz əgər bir uşağa bir şey öyrətmək istəyiriksə, birinci bunu özlərimizdə övlada göstərməliyik. Mən oğluma yemək bişirməyi belə öyrətmişəm. Deyirəm, gəlinim irəlidə mənə dua edəcək. Deyəcəm, amma rəhmətli olsan, deyəcək, Allah rəhmət eləsin, sağ olsun, anan səni belə yetişdirib, sən ac olanda durub özünə bir yemək, yumurta bişirib yeyə biləcəksən. Deyən, sabah əsgər gedəcəksən. Yəni, bunu analar da düşünməlidir. Mən oğlu yetişdirirəm, sabah gəlin mənə deməsin ki, ay ana, bu corabı belə mən geyindirirəm bu oğlana, bunu niyə belə tənbəl böyütmüsən? Bir oğlan evin bazarlıq xərclərini bilməyən adamdırsa, bu sabah sənin evinə necə bazarlıq eləyəcək? Ona görə valideynlər uşaq sayının az olması, valideynlər uşaqları çox ərkönləşdirir. Əvvəl 6 uşaq, 5 uşaq, 4 uşaq var idi və uşaqlar bir-birini böyüdürdülər. Sosiallaşırdılar, iş bölgüsü olurdu, məsuliyyət hissi olurdu. İndi bir uşaq, maksimum 2 uşaq. Bir övladım var, hər şey yaxşısı olsun. Bir övladım var, mən niyə onun yerini yığışdırırım ki? Özüm yığışdırırım. Bir də nədir də, nə olacaq? Bir-birinə kömək eləmək. Yerini yığışdıra bilməyən uşaq, özünə baxa bilməyən uşaq irəlidə necə həyatını qura biləcək? Sonra deyirik, uşaq dərsini oxumur, uşaq pasaqlıdır, çinmir. Və sən bunu balaca vaxtda öyrətmirsənmi? Uşağımın otağı 15 yaşında gətirir ki, Naçxan, girərsiz, bir cığır var, zibilxana yoxşur, qoymur da yığışdırım, qalıb hər şey ortada. Mən deməmiş, başını yumaz, başı yağlı qalır. Məsələn, niyə? Çünki öyrətməmsə, məsuliyyət hissi verməmsə. Hər şey məsuliyyətdən başlayır. Kiçik yaşlarından bunlara başlamaq lazım. 1 yaş yarımından çəngəl qaşıq tutma, sərbəst yemə, yavaş-yavaş əynini geyinmə, köynəyinin bir qolunu geyinir, yavaş-yavaş şalvarını geyinmə, ayaqqabını bağlamağı öyrənir, dişlərini yumağı öyrənir. Hamısı uşaq ayaq açıb yeriməyə başladığı andan, uşaqlar var 4 yaşında gəlir, blenderla yeməklər yeyirlər, hamısı nitq qüsuru, telefonla yemək yeyir. Deyirəm, vaxt var idi, xatırlayarsınız, biz yemək yedizdirəndə ana atamız deyərdi, təyyarə, quş gəldi, ağzını aç, anan xətrinə, nənən xətrinə, bir dənə bunu yer, nənə paydı. İndi uşaq analar nə edir? Telefon açır, cizgi filmdən elə rahat yerinə çıxan, 10 dəqiqə uşağın qarnı toxdur. Yoxsa belə yedizdirəm, niyə özünə əziyyət vermək istəmir? Biraz meymunluq elə qabağında, bir gəlinci götür, oynat ki, rahat gəlir axı. Telefon. Bugün mən restorana gedirəm, dünən bazar günü idi, məsələn, həftə sonunda, bazar günündə birində, baxıram ki, valideynlər söhbət edir, uşağın əlində telefon, durmadan ona baxır, sakitçilik. Ad da oldu ki, biz ailəvi bazar istirahətindəyik. Bir şəkil də yəqin qoyub profilə qoyacaqdır. Amma bu istirahət deyil. Sən övladınla söhbət etmirsən, zaman keçirmirsən. Araya ekran girir. Artıq ekrana məruz olan uşaqlar çoxalıb. Zamanımızın bəli, əsrin bəlasıdır. Mənim valideynlərə də deyirəm, bu televizor planşet çıxandan mənim işim artıq. Mən xeyir verirsiniz deyirəm, onu alıb verəndə o planşeti. Yəni bu gün uşaqlar ona çox baxır. Cizgi filmdən yeyən, müəyyən bax belə təməl ehtiyaclarını yatan, musiqi qoyuram, yatır. İndi təzə musiqilər çıxıb. Laylay demək çətindir. Biz layla ilə böyümüşük. Bu ananın səsində olan güvən, ritmika bu uşağın qulağında qalacaq. Və bu uşağın ruhsal olaraq da özgüvənli böyüməsinə təsiri var. İndi musiqilər var. Tez yatızdıran musiqilər. Analar açıramsa, qoyur körpənin yanına, uşağın bu musiqi ilə yatır. Chopin'dən yatacaq. Sən Chopin, yəni ölkəsində böyüməmsən. Sən Azərbaycan ruhunda Azərbaycanın milli laylayları var ki, onunla böyüdəcəksən. Sonra uşaq xaricə oxumağa, yaşamağa getmək üçün deyirsən, bu uşaq necə belə oldu? Şuurunda toxumları necə əkirsənsə, irəlidə yetişməsi də onlarla gedirlər. Əslində, əgər ailədə, uşaqda problem varsa, bunun kökünü axtarmaq lazımdır. Bunun kökü valideynlərin münasibətlərindən irəli gəlir. Nahaq yerə deməyiblər ki, valideynlərin gözəl münasibəti uşaqlar üçün ən yaxşı tərbiyədir. Üçüncü valideyndir hətta deyərdim, ana ata deyir, 3 valideyni var uşağın, bir anası, bir atası, bir də ana ata arasındakı münasibət üçüncü valideyndir. Onun üçün də valideynlər bu yola çıxanda
çox düşünməlidir və qərarı verdikdən sonra ailə həyatı qurulmalı və dünyaya övlad gətirilib yetişdirməli. Çünki onlar hər birisi özgə uşağı yoxdur. Bizim övladlarımızın böyüdüyü mühitdə böyüyür. Bəlkə də sizin oğlunuzun dostu olacaq, sevdiyi qadın olacaq, hansısa bir iş yoldaşı olacaq. Onun üçün də hər bir uşağa bu diqqət qayğımızı göstərməliyik. Amma çox sevgi vermək də ziyandır, az sevgi vermək də ziyandır. Ortanı tutturmaq lazımdır. Bəlkə də qarşıda bu problemləri aradan qaldırmaq üçün, yəni olmaması üçün gənclər ailə qurmamışdan öncə sizin yanınıza gəlməlidirlər. Bəli, Yəni, evlilik öncəsi gələnlər psixoloji olurmu? hazırlıq. Bəli, olmalıdır. Necə ki, psixiatr müayinəsi tələb olunursa, əslində psixoloq müayinəsi də tələb olunmalıdır. Xarici praktikada bu belədir, amma bizdə hələ ki ancaq psixiatrik müayinə tələb olunur ki, ruhi pozuntusu varmı, yoxmu, qeydiyyatdadırmı? Yəni bunlara bax tələb olunur, amma başqa digər psixoloji yox. Amma Avropada hər bir yerdə evlilik öncəsi psixoloji hazırlıq və belə bir sual yaranır. Yaxşı, məni bu ailələr tanış eləyib, nişandır, toyumuz olacaq. Mən gedib psixoloqla nə danışacağam? Psixoloq mənə deyəcək ki, siz bir-birinizə uyğun deyilsiniz. Nə edəcəm? Mən üzüyümü qaytaracağam, nişanımı qaytaracağam. Necə ola bilər? Biz hər zaman deyirik, bir-biri ilə uyğun olmayan insan yoxdur. Bax, heç bir-birini sevməyən bir insanı götürün, qoyun adaya. Heç kimlə kontakt olmasın. Elə yaxşı bir-birini sevəcəklər, elə yaxın dost olacaqlar ki, əslində hər bir insanın ortaq nöqtəsi vardır. Sadəcə bunu görüb istəyib tapmaq lazımdır. Bizim də həmişə deyirik, evlilik öncəsi psixoloji hazırlıqda biz baxırıq. Məsələn, bu kişidə nədə gələcəkdə problemlər yaşana bilər. Məsələn, anasına çox düşkündür. İrəlidə bununla yoldaşına problem. Biz artıq gəlini buna hazırlayırıq. Necə şirin dilli olmalıdır, necə davranmalıdır, balansı qorumaq üçün və ya qız atası ilə çox meyillidir. Daim evlənəndən sonra gedəcək anası atası gildə qalmaq istəyəcək, evə yığışmayacaq məsəl üçün. Müəyyən şeydə biz o zaman oğlan tərəfini hazırlayırıq ki, bu oğullar olanda məsələn həmin vaxtda dava düşəcəkdi. Amma mən ona hazırlayanda dava düşməyəcək. Onunla birlikdə gedəcək, bir saat oturub qayıdıb gələcək. Gələn həftə 3 dəfə gedəcək, o bir həftə 2 dəfə gedəcək. Pillə-pillə qop. Amma belə halda isə problemləri də üzləşəcək. Oğlan da gedəcək öz dostları ilə görüşməyə, o zaman ailə olmayacaq. Evlilik öncəsi psixoloji hazırlıq əslində budur. Əgər əskikləri görərək psixoloq bu yönünü öncədən profilaktik tədbir görür və pasiyentə hazırlayır ona. Artıq pasiyent onu görəndə tanış səhnədir. Xatırlayırıq artıq bunu mənə demişdi narıçxan və ya psixoloqum və bu zaman bunu korreksiya eləmək yönünə yönəlir, qaçmaq yolunda yox. Onun üçün evlilik öncəsi psixoloji hazırlıq çox vacibdir və bütün gənclərə tövsiyə edərəm ki, özünə üzük almaqdansa, bir gəzməyə getməkdənsə o pulun bir dənəsini özlərinə xərcləyib bir dənə cütlük olaraq psixoloqla görüşsünlər. Çox sağ olun. Yaşananlara tez-tez mi dönürsünüz? Yaşanmışlarla yaşamaq insanda depressiya, gələcəkdə yaşananlarla yaşamaq insanda həyəcan təşviş yaradır. Nə çox gələcəyi düşünmək lazımdır, nə çox keçmişə baxmaq lazımdır. Bugünü yaşamaq lazımdır. Bugün var, o gündə bu gündə. Hətta deyil hər gününü son günün kimi yaşamaq və bunu hiss etməmiz lazımdır. Gününüzün dadını çıxarın və bizim yaşadıklarımız demək ki, bunu lazım imiş ki, biz yaşadıq. Əsas o da ondan təcrübə qazanaq və bir daha o səhv dediyimiz səhvləri etməyək, yaxşı olan şeyləri. Məsələn, mənim telefonumda heç bir zaman bir neqativ şəkil görmərsiniz, bir neqativ video görmərsiniz, bir ağlayan şəklimi heç vaxt çəkmərəm və ya bir çiskinli yağışı heç vaxt çəkmərəm. Hər zaman gözəl xatirələr birikdirirəm. Çünki bu xatirələr bizim zehnimizə də yazılır və biz bu xatirələr şəkillərə dönüb baxanda bədbin musiqiləri məsələn dinləmirəm heç bir zaman. Çünki həmişə ağlımda yaxşı şeyləri, pislikləri həyatımdan hər zaman silirəm və saxlamıram. Hətta mənim anam deyir, sən necə unutqan adamsın? Deyirəm, unutqan deyiləm, özümü unutmaq istəyirəm. Keçmişdən yaşayan insan deyiləm. Keçmişdəki neqativ hadisələr və insanlara da onda o zaman daha pozitiv, daha enerji. Çünki keçmişdən yaşamaq sizi depressiyaya sürükləyəcək. Gələcəyi də çox fikirləşsəz həyəcan basacaqsınız. Nə olacaq, nətər olacaq? Bunu istəyirəm, olacaqmı, olmayacaqmı? Gününüzü yaşayın və doğru yaşadığınız gün sizin bir gələcək işıqlı gələcəyinizdir və eyni ilə də bu gün yaşadığın yaxşı bir gün sənin dünənində qalan bir günündür. Yəni onun üçün də bu günə fokuslanıb, bugünün anın dadını və yarımçıq işləri də elə həmin gün tamamlamaq lazımdır. Bir ənənəvi sualımız var və sizin bu suala cavabınız çox maraqlıdır ki, bir psixoloq bu suala necə cavab verərdi? Mən heç vaxt. Bu cümləni necə tamamlayardınız? Maraqlı sualdır. Mən heç vaxt demirəm.
və günümdə peşəmin bəlkə də verdiyi bir xüsusiyyətdir ki, həmişə insanların ən yaralı nöqtələrini görmüşəm. Bəzən heç mən bu səhvi etmərəm deyən insanın o səhvi etdiyini görmüşəm. Onun üçün də heç vaxt demirəm. Həmişə deyirəm, nə olur insan üçündür. Nə olur insanın aşa bilməyəcəyi bir şey deyil. Hər şey insan üçündür. Pisdə, ağrıda, acıda, ölümdə, yasda, ən pis xəbər belə insan üçündür və nə gözəl ki, Allah acının yaddaşını insana verməyib. İnsan şirinin yadında saxlayır, acını yox. Onun üçün də acı şey belə olsa, mənim zehnim onları unudacaq gücdədir hər birimizin insan olaraq və heç vaxt demirəm, hər şey yaşaya bilərəm. Belə bir çizgim, qırmızı bir çizgim yoxdur. Gözəl şeylər yaşayasınız. Amin, amin cümləmiz. Bəli, dəyərli izləyicilərimiz, psixoloji sağlamlıq insanın həyat keyfiyyətini, münasibətlərini və gələcəyini formalaşdıran ən vacib amillərdəndir. Unutmayaq ki, hər birimizin daxilində güc var və bu gücü doğru istiqamətə yönəltməklə daha sağlam və xoşbəxt bir həyat qura bilərik.